Salam əziz şagirdlər. Bugün fail nisbət tənasib mövzusundan test toplu suallarına baxacağıq. Belə 4 saatda 20,4 kilometr üzdür. Eyni sürətdə 6 saatda 10 kilometr üzər. Yəni də qeyd etdiyimiz kimi zamanla gedilən yol bir-biri ilə düz mütənasibdir. Ona görə birinci sualda düz mütənasiblikdən istifadə ediləcək. 4 saatda 20,4 kilometr getmişdirsə, bizdən soruşur ki, 6 saatda x kilometr gedər. Düz mütənasibliyə görə bir-birinə çarpaz vurularaq həll olunacaq. Misal, 4 vurulsun x bərabərdir 6 vurulsun 20,4-ə. Və buradan x bərabər olur 4 düşür. Məxrəcə 20,4 bölünsün 4. 20,4 ilə 4 bir-biri ilə ixtisar gedər. Yerdə qalar 5,1. 6-nı 5,1-ə vurduğumuz zaman isə 30,6 cavabını Y variantını almış olduq. Üçüncü sualda bizə tənasibi soruşur. Təbii ki, kənar hədlərlə orta hədləri yerlərini dəyişməklə həmin misalı həll etmək mümkündür. Bölünsün 0,3. Yadınızda saxlayın, qarşısında bölmə əməli olan bərabərlikdən sağ tərəfə keçdiyi zaman vurma əməlinə, qarşısında bölmə əməli olan ifadə bərabərlikdən sol tərəfə keçəndə yenə də vurma əməlinə çevrilir. Onda bu cür yaza bilərik. Vurulsun 0,3 bərabərdir 25-də 4 vurulsun x. İndi gəlin 0,3-ü keçirdim onluğa, olacaq 10-da 3 bərabərdir 25-də 4 vurulsun x. Uşaqlar, x vurulsun 25-də 4 yazıb. Yaxşı, bu ifadəni sol tərəfə keçirdəndə nə olur? Bölmə əməlinə çevrilir. 15-də 2 vurulsun 10-da 3-ü saxlamışam, amma bölünsün artıq 25-də 4 gəldi. Yəni də bunu bölmə əməli olduğuna görə tərsinə çevrilib vurma əməli kimi yaza bilərəm. Alınır 15-də 2 vurulsun 10-da 3 artıq vurulsun 4-də 25. İndi isə kəsirlərin ixtisarına uyğun olaraq eyni sürətdə və məxrəcdə yazım və ixtisarlarını oxarım. 10 vurulsun 4. Deməli, buradan 25 ilə təbii ki 15, 5-ə ixtisar gedir, 3 dəfə qalır və 5 dəfə burada qalır. Sonra uşaqlar 2 ilə 5-in hasili 10 eləyir. Bu belə getdi və 3-lər də getdiyinə görə cavabımız 0, 4-də 1, C variantı. 5-ci sualda bağı münbitləşdirmək üçün bağda 2 kiloqram azot, 3 kiloqram fosfat. Tamam, azot nə qədərdir? 2 kiloqram. Fosfat 3 kiloqram və əhəng bizə verib 6 kiloqram. Azotun kütləsinin ümumi qarışığın kütləsinə nisbətini tapın. Azotun kütləsi 2 kiloqramdır. Bəs ümumi qarışıq nədir? Bunların hamısı. Deyir ki, azotun kütləsini ümumi kütləyə olan nisbətini tap. Nisbət də nədir? Bölmə əməli. Bərabərdir. 2 bölünsün. 5-in üstünə 6, 11. Yəni 11-də 2 A variantı. 6 ədəd eyni metal pulun kütləsi 15 qram olarsa, 14 belə pulun kütləsi neçə qram olar? Uşaqlar, yenə də say artdıqca çəki artım baş verir. Yəni siz bir dənə kitab alanda onun özünə uyğun bir qram var və 5 dənə kitab alanda da təbii ki, qramı dəyişir. 6 ədədə 15 qramdırsa, onda deyir ki, 14 belə pulun kütləsi, yəni 14 dənəsi neçə, yəni x qram. Təbii ki, düz mütənasibliklə həll eləyəcək. 6 vurulsun x bərabərdir 15 vurulsun 14. Buradan da x bərabər olur 15 vurulsun 14 bölünsün 6-ya. İndi 3 dənə ixtisar apardıqda 2 dəfə, 5 dəfə burada qalır. 2-nin də bu gedər. 7, 5 vurulsuna 7 cavabımız eləyir 35. 9-cu sualda velosipedçi 9 kilometr məsafəni 1,1 saata gedir. O həmin sürətlə 2 dəqiqəyə nə qədər yol gedər? Diqqətli olaq. Birinci bizdən cavablarda metrlə ifadələr verilir. Deməli, kilometri metrə çevirmək lazımdır. 1 kilometrimiz təbii ki 1000 metrə bərabərdir. Onda 9 kilometrimiz də 9000 metr olaraq qeyd edəcəyik. Sonra isə diqqətli olmalıyıq ki, 1,5 saat və 2 dəqiqə arasında danışır. Gəlin saata da dəqiqəyə çevirək. 1 saatımız 60 dəqiqədirsə, onda 1,5 saatımız 1,5 vurulsun 60 dəqiqə deməkdir.
Bu da bizdə 90 verəcək. Yəni 90 dəqiqə. İndi düzüm tənasibliyi qura bilərəm. 9 millimetrə 90 dəqiqə olarsa 2 dəqiqə. Dəqiqənin altından, metri isə metrin altına yazmaq lazımdır. Yəni də dediyim kimi zaman artdıqca məsafə artır düzmü tənasibliyidir. Burada 9000 vurulsun 2 bərabərdir 90 vurulsun x-a və x-imiz bərabər olur. 9000 vurulsun 2 bölünsün 90. Bunlar da bir-birləri ilə gedərlər. Cavab eləyər 100 burada qalar. 100-ü də 2-yə vuranda cavab eləyər 200 metr. 40 kvadrat metr döşəməni rəyləmək üçün 6 kiloqram boya işlədilərsə, 20 kvadrat metr döşəməni rəyləmək üçün nə qədər boya işlədilər? Təbii ki, məsafə artdığına görə, yəni divarın ölçüsü artdığına görə, rel sayı da bir o qədər çox olmalıdır. Onda döşəməni 40 kvadrat metr döşəmə üçün 6 kiloqramlıq boyadırsa, 20 kvadrat metr döşəmə üçün gəlin görək neçə kiloqramlıq olacaq. Düz mütənasibliyə görə 40 vurulsun x bərabər olur 6 vurulsun 20. Buradan x-imiz nəyə bərabərdir? 6 vurulsun 20 bölünsün 40. Bir dəfə, 2 dəfə. 2 ilə də bu gedər. Cavabımız alınar 3. A variantı. 13-cü sualda tənasübün kənar hədləri. Kənar hədlər dediyinə görə birini bu tərəfdə yazın, bərabərlik işarəsini qoyun və kənarda 30 yazırıq. Orta hədlərdən biri. Uşaqlar, biri deyir, istəniləni ata bilərsiniz. Bunun orta həddini birini yazar. Biri isə x-dır, yəni x-i soruşur bizdən. Yəni də bölmə əməli sağ tərəfə keçdiyi zaman vurma əməli, buradakı bölmə əməli isə sol tərəfə keçir də. Yəni 16 vurulsun 30 bərabərdir x vurulsun 24 alacaq. Onda buradan x nəyə bərabərdir? Təbii ki, keçir məxrəcə 24. Deməli, nə etmək lazımdır? Burada 3 ilə gedəndə 10, 3 ilə gedəndə 8 və 8 ilə 16 gedir 2 dəfə. Cavabımız eləyir 20 Y variantı. 15-ci sualda düz mütənasib hissələrə bölməkdən danışır. Demişdim ki, birinci qiyməti həmişə 3K, ikinci qiyməti 4K və üçüncü qiyməti isə 5K götürüb dəyərləndiririk və onların cəmini verilmiş ümumi ədədə bərabərləşdiririk. Bərabərdir 600-ə. Buradan çıxır ki, 12K bərabərdir 600. K-mız da bərabər olur 50-yə. Bizdən deyir ki, alınmış ədədlərin ən kiçiyini tapın. Baxırsınız ifadələrə. Ən kiçik nisbət hansıdır? 3K. Yəni 3 vurulsun 50 bərabərdir 150-yə. D variantı. 17-ci sualda cüceyin olan 6 nasos havuzu 8 saata dolur. Həmin havuz 3 saata doldurmaq üçün bu nasoslar neçəsi lazımdır? Uşaqlar, 6 nasos havuzu 8 saata doldurur. 6 nasos. Bizə deyir ki, 3 saata doldurmaq üçün nə qədər nasos lazımdır? X nasos. Tamam. İndi gəlin yoxlayaq görək bunlar düz mütənasibdir, yoxsa tərs mütənasib. Nasosun sayı artdıqca saat get-gedə azalar da. Məsələn, bir dənə nasos 10 saata işləyirsə, 10 dənə nasos birdən işləsə, həmin bak 1 saata dolar. Ona görə də bunlar artıq tərs mütənasibdir. Tərs mütənasiblikdə isə düzünə vurma əməlindən istifadə edirik. Yəni 6 vurulsun 8 bərabərdir x vurulsun 3-ə. Buradan x-imiz nəyə bərabərdir? 6 vur 8 bölünsün 3. Bunlar gedərlər 2 vurulsun 8, yəni 16 dənə nasos bizə kifayət edəcəkdir. 19-cu misalda yenə də 3 dənə kəsirlərin bərabərliyi varsa, bunları 2-2 həll etmək lazımdır. Birini belə yazıram, birini də 6 bölünsün 5-in bərabərdir. 7 bölünsün 6-ın şəklində iki tərəfli yazdım. İndi tənasübə görə buradan alıram ki, 25 vurulsun n bərabərdir 24K-ya. Digər tərəfdə 36 m bərabər olur 35 n-ə. İndi diqqətli olaq. Belə bir şey var. 25 24-dən böyükdür, düzdürmü? Bunların bərabər olması üçün biri böyükdürsə, biri kiçik olmalıdır ki, biri kiçikdirsə, biri də böyük olmalıdır. Yəni, buradan alıram ki, n k-dan kiçikdir. Eyni qayda ilə burada böyük var, burada da kiçik var. Hansının yanında nə satılır? Burada kiçik satılır, burada da böyük satılır. Onda m n-dən kiçikdir. Bizim şərtimizdə
n k-dan kiçikdir və m də n-dən kiçikdirsə, deməli k-dan da kiçikdir. Cavab variantımız çıxır C variantı. 21-ci sualdan müsbət ədəddir A-nı 4 dəfə azaldır. Uşaqlar, A-nı 4 dəfə azaldıram. Baxın, A-nı 4 dəfə azaltdığım zaman C ilə düz mütənasibdir. Ona görə də deyəcək ki, C-də 4 dəfə azalma baş verdi. 4 dəfə azaldı. Sonra isə deyir, B-ni 3 dəfə artırsaq. B məxrəzdədir. B-ni 3 dəfə artırmaq, yəni C-ni yenə də 3 dəfə azaltmaq deməkdir. İndi birincidə 4 dəfə azalmışdı, sonra 3 dəfə azaldı. Ümumi neçə dəfə azaldı? 12 dəfə azalma baş verdi. 23-də yenə də kənar hədlərlə orta hədlər haqqında danışıb. Qarşısında bölmə olan əməlləri həmişə bərabərliyin sağ və sol tərəflərinə atın. Məsələn, burada artıq alınacaq 3x vurulsun 10 bərabərdir 9 vurulsun 5y-ə. Aha, indi nə alıram buradan? 30x bərabərdir 45y. Bizdən nə soruşur ki, x bölünsün y nisbətini hesablayın. Uşaqlar, x-in qiyməti nə çıxır buradan? 45, y-in qiyməti nə çıxır? 30. Gələk qoyaq yerinə hesablayaq. X bölünsün y bərabərdir 45 bölünsün 30. İndi ixtisarlarımızı aparaq. Burada 9 vurulsun 5-dir. Bu da 6 vurulsun 5. 5'lərimiz gedər. Sonra 3 vurulsun 3 budur. 2 vuru 3 budur. 3'lərimiz gedər qalar 3 bölü 2, yəni 1 onda 5. Cavabımız eləyir D variantı. 25-ci sualda, maraqlı sualda yenə də bərabərliyin 2-2 yazaq. A bölünsün 2 bərabərdir, B bölünsün 3 və B bölünsün 3 bərabərdir, C bölünsün 4 vermişdir. Digər tərəfdən A vurulsun, B vurulsun, C-nin qiymətini 24 verir. Bizdən A plus B plus C-nin qiymətini soruşur. Bu bərabərlikdən tənasübə 3A bərabərdir 2B aldım. Yəni A bölünsün B nəyə bərabərdir? Rəqəmləri bir tərəfə keçirdirəm. 2 bölünsün 3-ə. Bir digər tərəfdən nə alınır? Deməli 4B bərabərdir 3C-yə və buradan da B bölünsün C nəyə bərabərdir? 3 bölünsün 4-ə. Diqqətlə fikir verin. B-nin qiyməti nədir? 3. A-nın qiyməti nədir? 2. Əgərləri bölmə əməlini A bölünsün B bərabərdir 2 bölünsün 3 şəklində yazsaq, düz mütənasibliyə görə A-nın qiyməti 2K çıxır, B-nin qiyməti isə 3K çıxır. Eyni qayda ilə gəlib burada həmin ifadəni yazacağım. B bölünsün C bərabərdir 3 bölünsün 4 şəklində yazsaq, B-nin qiyməti 3K çıxır, C-nin qiyməti də 4K çıxır. Düz mütənasib hissələrə bölünmədə. Onda gətirirəm, qoyuram yerinə, hər birini. Bu 2K idi. Vurulsun B-nin qiyməti 3K-dır və C-nin qiyməti 4K-dır. K-lar bir-birinə vurulanda alınır K-nın kubu. 2-ni 3-ə vuranda 6-nı da 24. Deməli, K kubu bərabərdir 24. K-nın kubu bərabər olar 24 bölünsün 24. 24-lər gedir, qalar 1. Yalnız 1-in kubu bizə 1 verə bilər, yəni K-nın qiyməti 1-ə bərabərdir. Onda gəlin A-nın qiyməti nə eləyəcək? 2, B-nin qiyməti eləyəcək 3, C-nin qiyməti də edəcək 4-ü 1-ə vuranda 4. Bizdən də soruşurdu ki, deməli A plus B plus C-ni tap. 2 üstə gəl, 3 üstə gəlinsin 4, yəni cavabımız eləyir 9, C variantı. 27-ci sualda 0,1 y x minus y bərabərdir 0,5 bölünsün 2,5-ə. Bizdən birinci neynəməliyik? Y-in qiymətini bizə hazır şəkildə verib. Sadəcə hesablama aparmaq lazımdır. Heç bir tənbəllik etmədən hesablamamızı həll edirik, bərabərdir. Bilirik ki, bölmə vurma əməlləri həmişə üstündür və qarışıq ədəd gördükdə mütləq düzgün olmayan kəsə çevirmək lazımdır. 3 vurulsun 2 plus 1, yəni 7. Vurulsuna çevirəcəm. Burada bu neçə eləyir? 2-də 2 üçün 6 plus 1 7. 2-də 7, yəni tərsinə də çevirəndə 7-də 2. Digəri də 1 tam 3-də 1 olduğu kimi qalsın. Bərabərdir. 7-lər gedəcək. Anılır ki, 3-də 2 üstə gəlinsin 1 tam 3-də 1. Bunun qarşısında 0 var. 0 ilə 1 toplayanda 1 və kəsirlərdə ayrı-ayrı toplayanda neçə eləyir? Deməli, 3-də 1 plus 3-də 2 neçə eləyir? 1 eləmirmi? Və bunların da arasında toplam əməli olduğuna görə cavabımız eləyəcək 2
Y-in qiyməti. Tamam, Y-in qiymətini gətirib yerinə qoyuram. 0,1 vurulsun 2 bölünsün. X minus 2 bərabərdir. Burada inşallah vergüllər atmaq olar. Hər ikisini sağ tərəfə atıram. Qalır yerdə 5 bölünsün 25. Orada getdiyir, qalar yerdə 1 bölünsün 5-ə. Yəni 1 bölünsün 5-ə bərabərdir. İndi 0,2 buradan alınır. 0,2-ni 5-ə vurduğumuz zaman alınır 1 tənasübə görə. İndi buradan x minus 2 bərabərdir 1 olur. X-imizin qiyməti nə çıxır? 3. Bizdən də x-imizi tapın soruşurdu. Yəni cavabımız eləyir 3. 29-cu suala baxırıq uşaqlar. Bizdən deyir ki, hər bölgəyə eyni vaxt sərf etməklə taxta parçasını 3 hissəyə ayırmaq üçün 4 dəqiqə lazımdır. Birinci hissə, ikinci hissə və üçüncü hissə. Buradan xətt qoymuruq. 2 dənə elə bil ki, xətt çəkdiyimiz zaman 3 dənə hissəyə bölünür müəyyən bir verilmiş taxta. Həmin taxtaya bizə deyir ki, artıq neçə dənə kəsim oldu burada? Bir kəsim və 2 kəsim oldu. 2 kəsimə 4 dəqiqə vaxt sərf eləyir. Bunda bu zaman bir dənə kəsimə nə qədər vaxt sərf eləyəcək? Buradan mənə x-imiz bərabər olur, 2x bərabər olur 4-ə, x bərabər olur 2-yə. Bunu tapdım ki, 2 dəqiqə vaxt sərf eləyir bir dənəsinə. Yaxşı, 6 hissəyə bölmək üçün bir dənə, birinci hissə, ikinci hissə, üçüncü hissə, 4, deməli 5-ci hissə və 6-cı hissə. Neçə dənə kəsim apardı? 1, 2, 3, 4, 5 dənə. Yaxşı, bir kəsim 2 dəqiqədirsə, onda 5 kəsim neçə dənədir? Neçə dəqiqədir? X dəqiqə. Yenə də düz mütənasibliyə görə x bərabər olur 5 vurulsun 2, yəni cavabımız eləyir 10 D variantı. 31-ci sualda eyni məhsuldarlıqla işləyən 3 fəhlə müəyyən işi 9 saata yerinə yetirirsə, 9 fəhlə neçə saata yerinə yetirir? Uşaqlar, fəhlə sayı artdıqca işin görülmə saatı təbii ki, azalma baş verəcək. X, ona görə düz mütənasiblik qaydasından istifadə edəcəksiniz. 9 vurulsun x. Buradan 9'larımız gedər, x-imiz çıxar 3. Müəyyən işi daşımaq üçün hərəsi 3 tonla 14 yük avtomobili lazımdır. Hərəsi 3 ton deyir. Onda bir yük avtomobili 3 tonluq yük götürürsə, 14 yük avtomobili 14 vurulsun 3 tonluq yük götürəcək. Yəni 42 ton. Tamam, ümumi 42 ton yük götürür. Deyir ki, bu yükü daşımaq üçün, yəni 42 ton yükü daşımaq üçün hərəsinə 5 tam 4də 1 yük götürən. Yəni tutalım 5 tam 4də 1 bu götürəcək, bu götürəcək. Nə qədər deyir ki, götürməlidirlər ki, həmin ümumi yük avtomobillərin sayını tapmaq üçün ümumi verilmiş tonu bölmək lazımdır bir dənə yükə ki, necə ki, 1 tonun verəndə, avtomobilin sayını verəndə həmin deməli, tona vurub ümumi sayını tapmırdıq. Yəni də ümumi sayın verilmiş tona böləcəyik ki, görək neçə dənə yük avtomobili var. Elə bil elədiyimizin tamamilə əks prosesini davam elətdiririk. Bölünsün, düzgün olmayan kəsrə çevirirsiniz. 21 bərabərdir. Artıq bölmə əməli, vurma əməlinə çevriləndə yerlər dəyişir. 2, 2-ni də 4-ə vuranda neçə eləyir? 8. Cavabımız eləyir 8. Yaşları 8, 11, 14 olan 3 qardaş 66 manat pulu yaşlarına mütənasib olaraq böldülər. Yenə də mütənasiblik olduğuna görə 8, 11, 14. Mütənasibliyə görə 8K plus 11K plus 14K bərabərdir 66-ya. İndi buradan nə çıxır bizdə? 19 ilə 14'ü toplayan zaman 33K bərabərdir 66. K da çıxır ki, bizdən soruşur ki, böyük qardaşa neçə manat pul düşər? Böyük qardaş təbii ki, yaşına görə böyük olan 14K idi. 14'ü də 2'yə vurduğumuz zaman cavab eləyir 28. Divarın saat kəpgiri 5 dəqiqə ərzində 270 dəfə rəqs edir. Onda yarım saat ərzində. Yarım saat neçə dəqiqədir? 30 dəqiqə. Neçə dəfə rəqs edəcək? Təbii ki, saat artdıqca rəqslərin sayı da artacaq. Ona görə düz mütənasiblikdən istifadə edəcək.
X'imiz bərabər olacaq. 30 vurulsun 270 bölünsün 5. Yəni 6 vurulsun 270-ə. Bölür 0, 2 və 1220 dövr etmiş olacaq. Kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün nəzərdə tutulmuş 42 hektar əkin sahəsi dənli və texniki bitkilər üçün uyğun olaraq 3 və 4 nisbətində 2 hissəyə ayrılmışdır. Deməli, uşaqlar, sahə dənlisinə 3K, texniki bitkiləri isə 4K olaraq 2 hissəyə ayrılmışdır. Dənli bitkilər üçün neçə hektar əkin sahəsi ayrılmışdır? İndi ümumi sahədir. Həmin sahəni 2 yerə bölünüblər. Nisbətlər də 3K-dan 4K-dır. Yəni nə deməkdir? Bunların cəmi bizə verib axı 42 hektara bərabərdir. Toplayanda biz eləyəcək 7K bərabərdir 42. K buradan çıxır 6. Bizdən də soruşur ki, dənli bitkilər. Dənli bitkilər neçə K idi? 3K, yəni 3 vurulsun 6 bərabərdir 18. Deməli, hektar sahə ayrılır. 41-ci sualda tənasübün orta hədlərinin cəmi, baxın, tənasüb bu şəkildə yazılır. İndi bizə deyir ki, orta hədlərin cəmi B plus C bərabərdir 11. Kənar hədlərin hasili A vurulsun D bərabərdir 6 olarsa, tənasübün orta hədlərinin kvadratları cəmini tapın. Yəni, orta hədin kvadratı plus digərinin kvadratı. Bizə 2 dənə belə bir qayda verib. Gəlin, A vurulsun D bərabərdir B vurulsun C şəklində yazaq. A vurulsun D, bu 6-dır. Yəni, B vurulsun C bərabərdir 6 oldu. Yəni, B ilə C-nin hasili 6-dır, cəmi isə 11-dir. Hansı ədədlər ola bilər? Müxtəsər vurma düsturuna görə B kvadrat plus C kvadrat bərabərdir. B plus C mötərizənin kvadratı minus 2 BC şəklində yazmaq mümkündür. O da bərabərdir. B plus C-nin qiymətini bizə verib 11. 11-in kvadrata çıxılsın 2 vurulsun 6 bərabərdir. 121 çıxılsın 12. Bu da bizdə verəcək 109. 43-cü sualda bizə tənasüb vermişdir. A bölünsün B bərabərdir C bölünsün D-yə. Burada nə alıram? A vurulsun D bərabərdir B vurulsun C-yə. Digər tərəfdə B üstəgəlinsin C üstəgəlinsin D bərabərdir 60 verib. B-nin qiymətini 3C bölünsün 4 verib. C-nin qiymətini 4D bölünsün 5 verib. Bizdən A-nın qiymətini soruşur. Gəlin bunları bir-birinə vuraq. B vurulsun C nəyə bərabərdir? 3C vurulsun 5-də 4D-yə. Bir-birinə vurduğumuz zaman 5-də 3C vurulsun D qalır və C-lər də eyni olduğuna görə gedirlər. Qalır B bərabərdir 5-də 3D-yə. Tamam. B 5-də 3D-yə bərabərdirsə, onda buradan gəl qoyaq B-nin qiymətini yerinə. A vurulsun D bərabərdir 5-də 3D vurulsun C-yə. D-lər də bir-birinə getdiyinə görə A-nın qiyməti 5-də 3C-yə bərabər oldu. İndi isə toplama əməlində gəlin yerinə qoyaq. B-nin qiyməti C ilə ifadəsi verilmişdir 4-də 3C. C-yə dəymirəm. D-nin qiymətini bizə nə tapdıq? Buradan D-ni tapdığımız zaman nəyə bərabər olur? D bərabərdir 5 bölünsün 4 C-yə. Yəni 4-də 5 C bərabərdir 60-a. İndi hər birinə ortaq 4-dür. Burada 4 çatmır. Olur 3 üstə gəl 4 üstə gəl 5 C bərabərdir 60-a. 12C bərabərdir 4 vurulsun 60-a və C-ni buradan tapanda 12 düşür məxrəcə. 4 vurulsun 60 bölünsün 12. 12 ilə 60 gedər, qalar 5. Cavab eləyər 20. Yəni, A-nı tapmaq üçün C-ni qoyaram yerinə. Bu da gedər, qalar 4. Yəni, cavabımız eləyər 12. Sürətləri 1-in 4-ün 5-ə, məxrəcləri isə uyğun olaraq 2, 3, 6 nisbətində olan 3 müsbət kəsrin ədədi ortası. Uşaqlar, bizdə sürətlərin nisbətlərini verib, yəni biri 1 olsun, biri 4 olsun, biri 5 olsun, sürətlərin nisbəti. Məxrəclər isə 2, 3, 6 formasında 3 dənə belə bir tərnəklər, daha doğrusu kəsirlər bizə verilmişdir. Deməli, 3 müsbət kəsirin ədədi ortası. 3 dənə müsbət kəsirin ədədi ortası deyəndə onları toplayıb, sayı nə qədərdirsə kəsirlərin ona bölüb
bölmək lazımdır. İndi bir şeydə diqqətli olaq. Bölmə əməli verdiyi zaman müəyyən nisbətlərdən əmələ gəldiyinə olduğuna görə onların yanlarına k əlavə edirik. Çünki mütənasiblikdən əmələ gəliblər. Burada da bizdən soruşur ki, ikinci kəsrin məxrəci ilə sürətinin cəminin ən kiçik qiymətini tapın. Aha, bizdən hələ gəlin görək. Bərabərdir bizdə 135-dən 16-ya. Yuxarını toplayıram. Yuxarıda eləyir 6-da. Bu eləyir 3 dəfə. 2 dəfə və 1 dəfə. 6-da edir 3, üstə gəl 8, üstə gəlinsin 5k bölünsün 3 bərabərdir 135-də 16. Buradan da 16k bölünsün 6 bölünsün 3 bərabərdir 135-də 16. Tənasibə görə 3 vurulsun 16 bərabərdir 16k vurulsun 135 bölünsün 6-ya. 16'lar bir-birləri ilə burada ilə gedərlər. Hər iki tərəfdə eyni qiymət varsa ixtisar olunur. 135k bərabərdir 6-nı 3-ə vuranda 18. K-mızın da qiyməti çıxacaq 135-də 18. İndi hər iki tərəf 9-a bölünür. Böldüyümüz zaman burada 2 qalar. Burada da deməli 15 qalmış oldu. K-mızın qiymətini 15-də 2 tapdım. Mənə nə lazımdır? Deyir ki, ikinci kəsrin məxrəci ilə sürətinin cəminin ən kiçik qiymətini tapın. İkinci kəsr bizdə nə idi? 3-də 4 düzdürmü? 3-də 4-ü k-nı gətirib qoyuram yerinə. 3-də 4 vurulsun 15-də 2. Nə alınır? Deməli 8-də 45-də 8. Və bizdə soruşur ki, bunların cəmi 8 üstə gəlinsin 45 bərabərdir 53-ə cavab almış oldum. 47-ci sualda aşağıdakı cədvəldə mağazada vitrinində qalan 4 növ meyvənin miqdarı verilmişdir. Alma, deməli 18 kiloqram, armud 36 kiloqram, şaftalı 54 kiloqram və banan verilibdir ki 12 kiloqramda. Əgər meyvələrin miqdarını göstərən dairəvi diaqram qurularsa, şaftalını istifadə edilən sektorunun neçə dərəcə olduğunu tapın. Uşaqlar, indi belə bir qayda var ki, bunların ümumi kiloqramlarla, yəni biz sektorun sahəsini tapanda ilk öncə o dərəcəni tapmalıyıq. Yəni, bunlar verilmiş dərəcələr deyil. Bunlar sadəcə kiloqramla olan ifadələrdir. Yəni 54 kiloqram bir bar, 36 kiloqram bir bar, 18 və 12 kiloqram olaraq hissələrə bölünmüşdür diaqram. Sadəcə bizə diaqramın dərəcə ölçüsünü tapmaq lazımdır. Gəlin bunları toplayaq. Bunları toplayanda nə eləyir? 54 üstə gəlinsin, 36 üstə gəlinsin, 12 üstə gəlinsin, 18. Bizə verirmi 120? Aha, yaxşı, 120 kiloqram bizə verdi. 120 kiloqram ümumidir. Dərəcə ölçüsü 360 dərəcədir deyə bilərikmi? Bəli, çünki tam olaraq 360 dərəcəni əhatə edir. Yaxşı, 54 kiloqram da şəftəlidir. Gəlin görək şəftəlinin dərəcə ölçüsü nəyə bərabərdir? Kiloqramın sayı artdıqca təbii ki, dərəcəsi də artdığına görə düz mütənasibdir. Qalınır ki, 120x bərabərdir 54 vurulsun 360-a. X bərabərdir 54 vurulsun 360 bölünsün 120-yə. Bundan bu gedər, qalar yerdə 3. 54-ü də 3-ə vurduğumuz zaman 2 dəfə 160, 2 cavabını almış oldu. İnşa edilməsi nəzərdə tutulmuş iki çoxmərtəbəli binanın eyni miqyasda kiçildilmiş maketi hazırlanmışdır. Maketlərin hündürlükləri 8 və 12 sm-dir. Deməli, birinci binanın H hündürlüyü 8 sm, ikinci binanın H hündürlüyü 12 sm-dir. Bizdən soruşur ki, inşa ediləcək böyük binanın hündürlüyü 180 metr olacaqsa, yəni maketlərində 8 sm-dir. Amma böyüdüyü zaman olacaq 180 metr. Baxın, santimetr, metr söhbəti var. Kiçik binanın hündürlüyü neçə metr olar? Təbii ki, maketinə görə də onun böyük formada düzəldilməsi ilə düz mütənasibdir ki, hündürlüyü də böyük olacaq deməkdir. Sadəcə burada santimetr və metr söhbəti var. Santimetr gəlin metrə çevirək. 8000 metrə 180 metr.
və 12.000 metrə bizdə istifadə olunur x metr. Tənasibə görə düzmü tənasibdə 8000 vur x bərabərdir 1200. 12.000 vurulsun 180. X-imiz də bərabərdir 12.000 vurulsun 180 bölünsün 8000. Burada uşaqlar minlərlə gedərlər, bərabərdir. 8 ilə 4 dəfə 2 qalır, 4 dəfə 3 qalar və bu da 2 ilə gedər, 90 qalar. Cavabımız deyilər 270. 50-ci sualda qrafikdə 60 tonluq bir su hovuzu 2 boru vasitəsilə doldurulması haqqında məlumat verilmişdir. 4 saatda hovuzu birinci boru ilə, sonra 6 saatda isə ikinci boru ilə doldurulmuşdur. Tamam. 4 saatda nə qədər neçə ton doldurulub? Baxın, burada 4 saatda qeyd edib ki, 20 ton doldurulub. 4 saatda 20 ton. 4 saatdan 10 saata kimi ümumi doldurub 6 saat. Yəni 6 saatda 20-dən 60 tona kimi, yəni 60 minus 20 40 tonluq. 6 saatda doldurub 40 ton. 6 saatda 40 ton doldurubsa, onda görə neçə saatda 60 tonun özünü doldurub? X saat deyirəm, 60 tonluğu tapıram. Buradan düzmü tənasibə görə 6 vurulsun 60 bərabərdir. Deməli 40 vurulsun x-a və x-imiz buradan nə çıxır? 6 vurulsun 60 bölünsün 40-a. Da bərabərdir. 2 dəfə bundan, 2 dəfə bundan 3, 3. Yəni cavab 9 çıxır buradan. Bizdən də nəyi soruşurdu? Deyirdi ki, yalnız ikinci boru ilə bu boş hovuz neçə saata dolar. Biz də tapdıq ki, həqiqətən 9 saata ümumi boru dolmuş olar. 51-ci sualda kütlələri ABC olan maddələr müəyyən belə bir hissələrə nisbətdə qarışdırılmışdır. Alınan qarışığın ümumi kütləsi bu olarsa A maddəsinin kütləsini tapın. Yenə də bu məsələ biraz bu cür tip məsələlər bəzən biz misal kimi həll edirik bunu, amma görürsünüz ki, fərqli variantda da vermişdir. 2 bölünsün 5. İndi uşaqlar, yenə də nisbətlər var, fərqli nisbətlər var. A-ya 3K desəm, B olur 4K. Əgər B 4K-dırsa, burada baxın, uyğun gələn 2-dir. Amma mən deyirəm ki, B 4K-da. Bunu 4K-ya tamamlamaq lazımdır. Nə etməliyəm? Hər tərəfi 2K-ya vuraram ki, bu yuxarıdakı 4K alınsın. Aşağıdakı da görəcəm ki, hansı K-ymış. Deməli, C-də 10K-ymış. Ümumi 680-dir. Toplayaram 3K plus 4K plus 10K. 680-ə. Bizdən çıxır ki, 17K bərabərdir 680. Və K da bərabər olur 4 dəfə. 40-a. A maddəsinin kütləsini tapın soruşur. A da 3K-dır, yəni 3 vurulsun 40 bərabərdir 120. 53-cü sualda məhlulda olan 2 maddə 200 nisbətində əgər hər bir maddə 5 qram artırılarsa, bu nisbət 5-7 nisbətində olan məhlulda olan maddənin hər birinin neçə qram azaldılarsa, onların nisbəti 7 bölünsün şəklində olar. 2K və 3K götürək. 2 hissəyə nisbətdə bölünür. Məhlulun ümumi kütləsi nə qədər oldu? 5K. Məhlulun ümumi kütləsi oldu. Hər bir 5 qram artsa, yəni 2K plus 5 olar, 3K plus 5 olar. Artırdıq. Aha. İndi sonra deyir ki, bizə bu nisbət 5-in 7 olar. Yəni 2K-nın 3K idi əvvəl. Düzdürmü? İndi oldu hərəsinin üzərinə 5 gəldi axı. Yenisi oldu 2K plus 5-də 3K plus 5. Bərabər olub. Nəyə deyir bərabərləşib? 5 bölünsün 7-yə. Bərabərləşib 5 bölünsün 7-yə. Buradan gəlin tapaq K-nı görə nə eləyir? 14K plus 35 bərabərdir. Tənasibə görə 15K plus 5 5-in 25-ə və K-nın qiyməti buradan çıxır ki, 10-dur. K-nın qiymətini tapdıqdan sonra bizdən soruşurdu nəyi? Deməli, hər biri neçə qram azalarsa, onların nisbəti 7 bölünsün 10 kimi olar.
Birinci tapaq görək ki, 2K nə qədər eləmişdi? 2K 20 vermişdi bizə. 3K isə deməli 30 vermişdi. Nə qədər azalarsa, yəni bilmirəm. İndi isə sonrakı şərt minus x-larla yarışacaq. Nə qədər azalarsa, onların nisbəti, onların nisbəti 7 bölünsün 12 olar. Məsələ 3 etapdan ibarət oldu. Burada isə tənasübə görə 12-ni 20-yə vuranda 240 minus 12x bərabərdir 210 minus 7x-a. İndi isə 12x-i sağ tərəfə keçirdərəm. Olar 5x bərabərdir. 210 sol tərəfə keçirdəndə olur 30x-ə bərabərdir. 6 çıxmış olur. Tamam. Bizdən indi birinin neçə qram azaldılarsa deyir. Yəni 6 qram azaldılan zaman nisbət 7 bölünsün 12 şəklində alındı.